Hər kəsə salam, hər birinizi xoş gördük. Mən müəlliminiz Sadiq müəllim. Bugün sizə Azərbaycan aşıq sənətinin zirvəsi, Ustad Aşıq Ələsgərin adını eşidən hər kəsin qəlbində iz qoyan Dağlar qoşmaları ilə tanış eləmək istəyirəm. Aşıq Ələsgər üçün dağlar sadəcə təpə, qaya və ya mənzərə deyildi. Dağlar onun dərddə yoldaşı, sirdaşı, ədalətin və məğrurluğun simvolu idi. Bugün ustadın eyni adlı iki fərqli şeiri vasitəsilə tamamilə fərqli mənzərələrin şahidi olacağıq. Bir tərəfdə təbiətin oyanışı, sosial bərabərlik və ilahi gözəllik. Digər tərəfdə müharibənin acısı, yurdun boş qalması, viran olan el-oba, dərin bir vətən həsrəti öz əksini tapır. Dağlar şeirlərinin məzmunları bir-birindən fərqli olsa da, hər ikisinin mərkəzində vətən idealı dayanır. Birinci Dağlar qoşmasında daha çox müsbət əhval-ruhiyyə öz əksini taparkən, digər Dağlar qoşmasında daha çox kədərli motivlər öz əksini tapır. Bu Dağlar qoşmalarının birinci misraları da bir-birindən fərqlənir. Birinci Dağlar qoşmasının ilk misrası bahar fəsli yaz ayları gələndə misrası ilə başlayarkən, digər Dağlar qoşmasının ilk misrası bir ay yarım nobahardan keçəndə misrası ilə başlayır. Birinci Dağlar qoşmasında hadisələr bahar fəslində baş verərkən, digər Dağlar qoşmasında hadisələr bahardan ay yarım müddət keçəndən sonra cəryan etmiş olur. Gəlin Aşıq Ələsgərin dilindən dağların dilini, bu şeirin hər misrasındakı o gizli fəlsəfəni və misilsiz poetik gücü birlikdə kəşf edək. Videoya keçmədən öncə hər zaman qeyd etdiyim kimi, videolarım, izahlarım individualdır, mənə məxsusdur. Hər hansı bir tədris mərkəzinin kitabında tapa bilməyəcəyiniz ikincisiz izahlardır. Ona görə də kanala abunə olmağı, mənə dəstək olmağı, gözəl fikirləriniz varsa mənimlə bölüşməyi və like atmağı unutmursunuz. Hazırsınızsa başlayaq. Birinci bənddə bahar fəsli, yaz ayları gələndə süsənli, sümbüllü, lalalı dağlar, yoxsulu, ərbabı, şahı, gədanı tutmaz bir-birindən aralı dağlar. Qeyd olunan fikir tam da belədir. Deməli, bahar fəsli gələndə, yəni baharın gəlişi ilə dağların rəngarəng çiçəklərlə bəzənməsi, yəni süsənlə, sümbüllə, lalə ilə bəzənməsi təbiətin dirçəlişidir. Şair cəmiyyətdəki sosial təbəqələri, yəni varlı ilə kasıbı bir-birindən ayrı tutmur. Yəni ərbabla, yəni yüksək təbəqə nümayəndələri ilə yoxsul və gədanı, yəni dilənçini bir-birindən ayrı tutmur, onları yan-yana qoyur. Bu sosial fərqləri tanımadan hər kəsi öz əzəmətində bərabər qəbul etdiyini vurğulayır. Xəstə üçün təpəsində qar olur, hər cür çiçək açır, laləzar olur, çeşməsindən ab həyat car olur, dağıdır möhnəti, məlalı dağlar. Nə birinci bənddə, nə də ikinci bənddə müraciət yoxdur dağlara. Zirvəsindəki qar, təmiz hava xəstələr üçün şəfa mənbəyidir. Ab həyat bulaqların canlandırıcı gücünü ifadə eləyir. Yəni burada dirilik suyu anlamına gəlir ab həyat. Dağların bu təbii gözəlliyi və saflığı insan içindəki ağır kədər, yəni möhnəti, həm də qəmi yox edir. Yəni məlalı. Qəm, məlal, möhnətdə kədər anlamına gəlir. Yazın bir ayıdır, çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yığnağın, axtarma motalın, yağın, qaymağın, zəmbur çiçəyindən bal alı. Dağlar, burada dağlara müraciət var. Yaz mövsümü dağların ən bərəkətli dövrüdür. Bulaq başları el-obanın toplaşdığı məkandır. Burada yığnaq deyərkən insanların bir araya toplaşmasından, xoş vaxt keçirməsindən söhbət gedir. Dağların neməti və arıların çiçəklərdən topladığı bal onun maddi zənginliyinin zirvəsidir. Yəni burada axtarma motal deyərkən nəyisə axtarmamaqdan söhbət getmir. Motal pendirinin bir növüdür. Yəni dağların qoynunda həm axtarma motal pendiri, həm yağ, həm qaymaq, həm də arıların çiçəklərdən bal almasından söhbət gedir. Burada zəmbur çiçəyindən deyərkən zəmbur çiçək növü deyil, yəni çiçəyin çeşidi deyil. Zəmbur arı deməkdir. Növbəti bənddə yayın əvvəlində dönürsən xana, son ayda bənzərsən yetkin bostana. Müəllif qeyd edir ki, yayın əvvəlində dağ öz əzəməti ilə xan kimi məğrur bir duruş sərgiləyir. Son ayda da neməti bol olan yetkin bir bostana
bənzəyir. Payızın zəhməri qoyur virana, dağıdır üstündən cəlalı dağlar. Burada dağlara müraciət var. Lakin payızın sərt soyuqları, yəni zəhməri, dağın bu şanlı, əzəmətli görkəmini dağıdır və viraniyə döndərir. Burada cəlal deyərkən dağların görkəmindən söhbət getmiş olur. Gahdan çiskin tökər, gah duman eylər. Gah gəlib gedəni peşiman eylər. Gahdan qeyzə gələr, nahaq qan eylər. Dinşəməz haramı, halalı dağlar. Burada müraciət yoxdur. Bu bənddə dağların sirri və amansız tərəflərindən danışmış olur. Yəni, çiskin və duman onun sirri tərəfləridir. Bəzən sərtliyi ilə yolu keçənləri peşman eləyər, bəzən də qəzəblənib, yəni qeyzə gəlib fəlakətə səbəb olar, yəni nahaq qan eləyər. Dağlar mərhəmətsizdir. İnsanın halal və haram əməllərinə baxmadan öz təbii qanunları ilə hərəkət edir fikri vurğulanmışdır bu bənddə. Daha sonra ağ xələt bürünər, zərnişan geyməz. Heç kəsi dindirib keyfinə dəyməz. Sərdara söz deməz, şaha baş əyməz. Qüdrətindən səngərli qalalı dağlar. Burada da müraciət yoxdur. Burada dağın məğrurluğundan danışılmış olur. Dağ qarla örtülüb ağ libas geymiş məğrur bir şəxsiyyəti xatırladır. Heç bir süni bəzəyə, yəni zərnişana ehtiyacı yoxdur. O öz dünyasında təkdir. Kimsənin işinə qarışmaz, heç kimin kefinə, xətrinə dəyməz. Dünyəvi güclər, yəni sərdar şah qarşısında baş əyməz. Çünki o yaradılışdan etibarən özünü qoruyan, yenilməz bir qala və səngər kimidir. Köçər ellər düşər səndən aralı, firqətindən gül nərgizin saralı. Ələskər, Məcnun tək yardan yaralı, gəzər səndə dərdli, nalalı dağlar. Müraciət var. Ellər dağdan köçüb ayrılanda, yəni firqət, ayrılıq kədərindən təbiətin çiçəkləri belə saralır. Aşıq Ələskər özünü sevgilisi Leylidən aralı düşmüş Məcnuna bənzədir və özünü yardan yaralı hesab eləyir. Onun mənəvi yarası və iniltisi, yəni naləsi o qədər dərindir ki, o bu dərdlə yalnız dağlarda özünə yer tapa bilər və həmin o dağlarda da dərdli, naləli gəzər deyir.